Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər. Yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün qarşınızdayım. Bugün sizə yenə çox gözəl menü təqdim edəcəm. Birinci yeməyim dərəvəzli toyuq şorbası. Ardıca isti qəlyanaltı bağlı pizza. Əsas yeməyim toyuqlu plov. Və sonda şirniyyatım içi krem dolgulu borular. Əgər ki hazırsanız, gəlin ekrana biraz da yaxın oturun, başlayaq. Pizzaya lazım olan ərzaqları artıq önümə düzmüşəm. Bilirsiniz ki, ümumiyyətlə ənənəvi pizzanın xəmirini, yəni hazır hamımızın alışdığı İtalyan dediyimiz pizza, yəni Nappo deyil, çünki Nappo'nun xəmiri biraz fərqli hazırlanır. Əgər bilənlər bilir nədən danışıram. Bilirsiniz ki, Nappo pizzası, bilməyənlər üçün deyim əlbəttə ki, Nappo pizzası 2 gün öncədən hazırlanan bir xəmirdir. Amma biz bugün sadə, alışdığımız, sadə ev şəraitində tez hazırlanan bir pizzanın xəmirindən danışırıq, yəni onu hazırlayacağıq. Bunun üçün də bütün ərzaqlar artıq önümdədir. Biraz dəyişiklik eləyəcəm, su yerinə süd əlavə eləyəcəm, amma siz sadəcə su da əlavə eləyib gözəl bir xəmir alındıra bilərsiniz. Mən nə edirəm? Bir çay stəkanı südümüz var burada, yəni gözəl mayalanma bütün xəmirlərin sirridir. Bir paket mayanı və bir çay qaşığı şəkər tozunu əlavə edirəm qabımıza və bunu qarışdırırıq, 10-15 dəqiqə gözləyək ki, yaxşıca köpüklənsin. Yəni mayamız aktivləşsin. Biraz da iluq su da əlavə eləyə bilərsiniz, yəni qorxusu yoxdur. Əgər ki, xəzinəniz mənim kimi biraz alçaq qaldısa, yəni tam olaraq maya suda həll olunmursa, yəni süddə həll olunmursa, biraz da su əlavə eləyib tamamilə qarışdırırıq. Əla. İndi isə gözləyək, bir 10 dəqiqə, 15 dəqiqə yaxşıca köpüklənsin. Mayamız aktivləşdi, biraz zeytun yağı əlavə eləyək. Çox az, 1-2 yemək qaşığı yetərli olacaq. Ardından da 500 qram ələkdən keçmiş unumuz var. Bunu da əlavə eləyirik və əlbəttə ki, duzu unutmuruq. Bir çay qaşığı qədər duz. Su da yanımızdadır. Bunu yaxşıca qarışdırırıq, suyu əlavə eləyəcəyik. Ələ yapışmayan yumuşaq bir xəmir hazırlayacağıq. $3,9 litr həcmli Bosch MAM seriya 5 mətbəx kombaynı ilə artıq zəhmət çəkmədən istədiyiniz təamları hazırlaya bilərsiniz. Bu mətbəx robotu hər biri ayrı-ayrılıqda olmaqla çırpma, qarışdırma və yoğurma başlıqlarını özündə birləşdirir. Eyni zamanda həssas tərəzi ilə ərzaqlarınızın çəkisini rahatlıqla ölçə bilər və zaman sayğacı ilə vaxtınızı daha faydalı dəyərləndirə bilərsiniz. Həmçinin bu kombayn sıçratmanın qarşısını almaqla mətbəxinizin daima tərtəmiz qalmasını təmin edir. Qabyan maşında yuyula bilən aksesuarları sayəsində isə təmizliyi çox rahatdır. Bosch mətbəx kombaynlarını elə indi boschhome.com az saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı Bosch kimi yaşa. Xəmirimizi qoyuruq isti yerə mayalansın və keçirik şirniyyatımıza. Əlbəttə ki, pizzamız bişməyib, ən son bişirəcəyik. Çünki
Bişməsi 10-12 dəqiqə sürəcək, amma ən son bişirməliyik ki, isti sobadan çıxsın, üstündə, dilləri istisi üstündə, tam da istisi üstündə. Ona görə xəmiri mayalansın, biz də keçək şirniyyatın hazırlığına. Bunun üçün mənə nə lazımdır? Kərə yağı, süd, şəkər tozu, un, şəkər, vanilin və 3 ədəd yumurta. İlk öncə 3 ədəd yumurtanı qabımıza qıraq. Çox gözəl borular hazırlayacağıq, krem doluqlu borular. Bunun üçün də əlbəttə ki, xəmir hazırlamaq lazımdır. Xəmirə gedən 3 ədəd yumurta və 160 qram şəkər tozu. Bunu əlavə edirik və yaxşıca çırpıcı vasitəsilə qarışdırırıq bunu. Ta ki, biraz həcmdə artıb ağarana qədər. Şəkər vanilini bura əlavə edə bilərsiniz. Birbaşa və əlbəttə ki, bərəkətli olması üçün hər zaman dediyim kimi bir çimdik duz. Yaxşıca qarışdırdıqdan sonra nə edirik? Kərə yağımızı əlavə edirik. Biraz yumuşamış olması lazımdır kərə yağın. Südümüzü əlavə edirik. Burada 100 mg süd var və 100 qram kərə yağımız var. Bunları əlavə elədik. Yaxşıca qarışdırırıq çırpıcı vasitəsilə. Və bunların hamısına 190 qram unumuz var. Unumuzu da bura aram-aram əlavə edirik. Un qarışımımız, yəni xəmir qarışımımız demək olar ki, hazırda ən son unu əlavə elədim, qarışdırdım. Görürsünüz, kərə yağı tam da bu şəkildə olmalıdır. İçində bir balaca dənə-dənə qalmalıdır ki, bu xəmirin də sirri də elə budur. Yaxşıca qarışdırdıq. İndi nə edirik? Belə bir tava qoydum ocağa. Bunun altını açırıq. Yəni burada bir sir var ki, mən bunu sizinlə paylaşmaq istəyirəm. Xəmir tam da bu kıvamda olmalıdır. Yəni bu qatılıqda olmalıdır. Çox nə qatı, nə də duru olmamalıdır. Tam görürsünüz, axan, biraz çırpma telində qalan bir xəmir. Çox az bu qədər kifayət eləyəcək. Yağ əlavə elədim və əlbəttə ki, salfet kağızı ilə bu yağı tavanın hər bir yerinə yayırıq. Görürsünüz, yəni yüngülvari. Bu cür qeyd etdiyim kimi yayırıq, bir balaca qalın yayırıq ki, dairə forması alınsın. Yəni siz artıq özünüz nə boyda eləmək istəyirsiniz, ona görə xəyalı bir dairə çizirsiniz və ona görə hazırlıq edirsiniz. Görürsünüz, yəni bu cür bunu yavaş-yavaş qurdacağım dənə-dənə. Görürsünüz, üstdəki xəmir artıq yayıldı, tam vam alovda, yəni bunun püf nöqtəsi hələ budur. Vam alovda bunu gözəl-gözəl qurutmaq. Görürsünüz, üst tərəfdəki artıq xəmir qurudu, axmır. Əlimizlə muğayton əlinizi yandırmayın, bu cür çeviririk. O biri tərəfdən də, bu biri tərəfdən də qurudacaq, daha sonra şəkilə salacaq. Şəkilə salandan sonra da soyuya öz şəklini tutacaq. Artıq sizin heç nə eləməyə ehtiyacınız qalmayacaq. Əlbəttə ki, ələ əlcək də giyinə bilərsiniz ki, əgər əliniz yanırsa, əlcək biraz o yanmanın qarşısını alır. Amma spatula ilə də çevirə bilərsiniz rahat. Necə sizə rahatdır, blinçik tavasından da istifadə edə bilərsiniz. Mən artıq bu tavaya alışdığım üçün bu tavadan istifadə edirəm. Amma blinçik tavasından da istifadə edə bilərsiniz. İstədiyim kimi oldu, tamamilə qurudu, bunu alırıq pişirmə taxtasına, biraz gözləyirik, əlimiz yanmasın və dərhal bunu salırıq şəklə. Bu cür görürsünüz, artıq soyuya şəklini tutur. Yəni bu cür şəklə salırıq, bu soyuyacaq və tam da şəklini saxlayacaq və daha da incə eləmək üçün, yəni bu biraz qalın alındı, görürsünüz. Amma əlbəttə ki, çox yemək sevirsinizsə, yəni bu şəkildə sizə
gözəl gələcək. Mənim məsələm tam ölçümə görədir. Yavaş-yavaş eyni qaydada biraz yağ, çox az. Bilinçik məntiqi kimi düşünün. Yağı yağladıq ki, rahat qopsun. Ondan sonra xəmirimizi yayırıq, yəni 2 qaşıq yetərli olacaq. Daha incə eləmək istəyirsiniz əlbəttə ki. Görürsünüz, yəni tava biraz qızğın olan kimi dərhal yapışır. Onun üçün biz bunu yaymaq üçün gərək tava istisi, belə deyim də, biz deyirik, kıvamda olsun. Tam istədiyimiz kimi olsun. Qoyuruq burada qalsın, şəklini tutsun. Biz də buna qədər krem hazırlayaq. Krem üçün belə bir tava lazımdır. Tavaya yarım litrə süd əlavə edirəm. Şəkər tozu 150 qram. Əlbəttə ki, bərəkətli olması üçün hər zaman qeyd etdiyim kimi duz 1 çimdik. Şəkər vanilimiz var, bunu da əlavə edirəm. Süd hələ də ki isti olmayıb, birbaşa nişasta var burada, 40 qram, bunu əlavə edirik. Və unumuz var burada, 30 qram. Bunu ilk öncə yaxşıca qarışdırırıq ki, içində dənəciklər qalmasın. Bütün ərzaqlar bir-birinə qarışsın. Əgər ki, dənəcik qalsa da qorxusu yoxdur, bunu daha sonra süzgəcdən keçirə bilərsiniz. Əla, hər şey qarışdırdıq, hiss edirəm, bütün ərzaqlar bir-birinə qarışdı, altını açırıq. Yavaş-yavaş, orta alovda qaynara salırıq ki, qatılaşsın. Çox asandır əslində, gördüyünüz kimi yarım litrə südə, yəni biraz fərqli bir bişirmə kremi hazırladım. Yarım litrə südə 1 çimdik duz, 150 qram şəkər tozu, 40 qram nişasta və 30 qram un əlavə elədim. Yaxşıca bunu qarışdıracağım. Daha sonra burada 60 qram kərə yağımız var və 100 qram araxis, yəni püstə yağımız var. Yəni püstənin bir növü də əslində araxis, yer püstəsi deyirlər, yəni yer fıstığı deyirlər Türkiyədə. Bizdə amma püstə olaraq tanınır və araxis olaraq ən çox tanınır. Yəni istifadə eləsəz, bu yağ biraz şirin olur, amma belə deyim də, şirin olmayan, yəni duzlu olan da istifadə edə bilərsiniz. Bilirsiniz ki, yəni məni izləyənlər əlbəttə ki, bilirlər ki, mən tez-tez araxis yağını şirinyatlarda, kremlarda istifadə edirəm, yəni çox sevirəm. Əgər ki, əlbəttə ki, alerjiniz varsa, həssasiyyət varsa, o zaman bunu fərqli bir şeyə əvəz edə bilərsiniz. Məsələn, bir sürü kremlar var, bir sürü əzmələr var. Fındıq əzməsinə və yaxud da qoz əzməsinə də dəyişdirə bilərsiniz. Hətta semiçka bildiyimiz tum. Günəbaxan tumundan da eləyə bilərsiniz ki, çox ləzzətli olur. Bunu gözləyirik ki, qaynara düşsün, tam-tamına bütün ərzaqlar əridi, amma dayanmadan qarışdırmaq lazımdır, boş buraxmaq lazım deyil. Çünki yavaş-yavaş un, nişasta dərəcə yüksəlincə qatılaşmağa başlayır, bilirsiniz. Bunu da qaçırmamaq lazımdır ki, dənəciklər içində əmələ gəlməsin. Bunu da üzərində duraraq, tez-tez qarışdıraraq əldə edirik. Amma qeyd etdiyim kimi, əgər ki, yenə də dənəciklər oldu, işdi də qaçırtdınız, ola bilər. Onda nə edirsiniz? Süzgəcdən keçirirsiniz. Daha sonra o dənəciklərin hamısı əlbəttə qarışdıra-qarışdıra isti-isti süzgəcdən keçirmək lazımdır ki, dənəciklərin hamısı süzgəcdən keçməsin və süzgəcdə qalsın. Ondan sonra yenə də hamar, çox gözəl bir krem əldə edəcəksiniz. Mən sizə deyim ki, bu kremi xüsusən də zəfəranla da ləzzətləndirmək olar. Yəni, bəzi insanlar zəfəranı şirinyatda istifadə edirlər. Xüsusən də biz, məsələn, restoranımızda, Zəfəran adında restoranında bu arada, hansı ki Sultanahmetdə, İstanbulda yerləşir. Orada da, məsələn, şərbəti, paxlavan şərbətində zəfəran istifadə edirik. Bu arada sizdən də hamınızdan gələn təbriklərə gec olsa da geri dönüş eləmək istəyirəm ki, bizim otel Michelin qayda, yəni Michelin açarları aldı, bilirsiniz. Yəni, buna görə çoxlu təbriklər gəldi. Hamımıza geri dönüş eləyə bilmədim, amma buradan fürsət bilib hamımıza ürəkdən təşəkkürümü bildirirəm ki, biz bir Azərbaycanlı olaraq, yəni xaricdə olmasa, bizim ikinci vətənimizdə əslində Türkiyə, amma yenə də burada aldığımız nailiyyətlərə, tanıtdığımız yeməklərə görə sizdən gələn çox
xoş sözlər. İnanın məni çox xoş gəlir. Çox sevinç dolu oluram. Niyə görə? Çünki həqiqətən, yəni sizin mənim arxa dayağımız olduğunuzu hiss edirəm. Buradan hamınıza çox təşəkkür edirəm. Bu arada kremimiz görürsünüz, tam istədiyim kimi oldu, pürüzsüz, çox gözəl. Burada tam da altını bağlamağın vaxtıdır ki, görürsünüz necə gözəl alındı. Əla. Əlimizi yandırmayaq, əsas odur. Can sağlığı hər bir şeyin önündədir. Bunu bu cür qarışdıra biraz soyuduruq. Görürsünüz, biraz qatı alındı, düzdür? Kərə yağını bura əlavə edirik. Həm parlaqlıq verəcək, həm də ki, çox gözəl bir dad verəcək. Kərə yağı bizim hazırladığımız krema. Bunu yaxşıca qarışdırırıq ki, kremlə birlikdə həll olunsun, ləzzətli olsun. Tam da bu məqamda arahis yağını da əlavə edirik və yenə də çırpıcı ilə bunu yaxşıca qarışdırırıq. Kremimiz də demək olar ki, hazırdır. Tam qarışdıra bunu soydaq. Daha sonra borularımızın içinə yaxşıca bol kremlə dolduraq. Tarixlərdə şöhrətin var, adın var sənin. Zəfər bayraqları parlar şəfəqlərində. Gördüyünüz kimi, əgər ki tək olsaz, belə bir krem hazırlasaz, yəni doldurmaq şəklində sizə göstərdim. Bu burada dursun, biraz həm soyusun, həm də ki biz buna qədər biraz badam tozumuz var. Badam toz deyirəm, badam filemiz var burada. Bu badam filesini biraz qızardaq ki, ləzzətli olsun. Yəni belə bir slice deyirlər buna, file deyirlər, fərqli deyirlər. Yəni badamın, belə deyim də, incə doğranmışım. Bunu tavaya göndəririk və bunu yaxşıca tavada biraz qovururuq ki, həm rəngi dəyişsin, həm də ki, ləzzətli olsun. Çünki badam çiğdən qovrulmamış bir şəkildə bu cür filə halına gəlib. Badamı qaçırmamaq olmaz, yəni xüsusən də üzərində durmaq lazımdır ki, tez qovrulan məhsuldur. Onun üçün bunu yayırıq həm tavada, yanmasın, yaxşıca hər bir tərəfdən, belə deyim də, gözəl bir qızıl rəng əldə eləsin, həm də qovrulsun. Badamımızı da qovurduq, gördüyünüz kimi rəngi dəyişdi, tam istədiyim kimi oldu. Bunu qoyuruq burada kənarda öz növbəsini gözləsin. Biz də kremi artıq doldurmağa başlayaq. Bu cür hər bir borunu hər iki tərəfdən kremlə doldururuq. Qoyuruq qabımıza. Başlayaq ilk hazırladıqlarımızdan. Tarixlərdə şöhrətin var, adın var sənin. Zəfər bayraqları parlar şəfəqlərində. Bir xəzinə atəşin var, odun var sənin. Zəfər bayraqları parlar şəfəqlərində. Gözəlçələrimiz hazırdır. Bunu göndərirəm soyuducuya, özünü orada gün sonuna qədər tutsun. Ey vətən, ey duyğum, ey həyəcanım, hər zaman bu yer üzündə sən ünvan. Və sırada olan ikinci yeməyimiz şorba olacaq, tərəvəzli toyuq şorbası. Bunun üçün əlbəttə ki, toyuq döşətindən istifadə edəcəm. Başlayaq. Toyuq supu hazırlayacaq, biraz fərqli üslubda hazırlayacaq. Bunun üçün də artıq ocağımda qazanım hazırdır. Altını açırıq, biraz bitki yağı, biraz da ləzzət üçün kərə yağı. Yağımız burada əriyənə qədər biz neyini? Toyuğumuzu duzlayaq, istiyotlayaq. Sadəcə olaraq duz istiyot əlavə edəcəm toyuğa. 2 ədəd bütün döşəti var burada. Hər ikisini həm duzlayırıq, həm də istiyotlayırıq.
Burada 2 döş ətindən başqa bu dibiləri də var. Bugün 2 yeməyimizin ikisi də toyuqdan olduğu üçün onları da şorbamız bişənə qədər marinat eləyək, marinata qoyaq. Döş ətlər artıq hazırdır. Yağımız burada əriyir. Orta alova aldım tavanı və yavaş-yavaş bu cür toyuq döş ətlərini buraxırıq ki, hər iki üzdən möhürlənsin. Buna qədər də neyniyik? Bu diblərini marinat edəyik. Bunun üçün də 1 stəkan qatığımız, 1 yemək qaşığı tomat əzməmiz, bunu da əlavə edəyik. Qarışdıraq yaxşıca. Sarımsağımız var burada. Bunu sarımsaq əzənlə əzirik ki, ləzzətli olsun. Duz əlavə edəyik marinatımıza. Biraz qırmızı toz bibər. 1 çay qaşığı qədər yetərli olacaq. Biraz sarı kök. Biraz da qara bibər. Əla. Sadəcə olaraq zeytun yağı qaldı. Bundan da biraz əlavə eləyib yaxşıca qarışdırırıq. Adıma düştün, nazende sevgilim yadıma düştün. Sen de kaçamadım adıma düştün, nazende sevgilim yadıma düştün. Görürsünüz, burada tam 4 dənə but dibimiz var. Sümüyündən ayrılmış, dərisindən ayrılmış. Bunu yaxşıca bu cür qarışdırırıq. Sarımsağın qoxusu da artıq gəlir. Qoyuruq burada marinatda yaxşıca dinlənsin. Əla. Qoyaq burada yaxşıca dinlənsin ta ki biz şorbamızı bitirənə qədər. Gördüyünüz kimi toyuq möhürləndi. Hər iki tərəfdən bunu yaxşıca qızardırıq. Bu toyuq orada qızarana qədər biz boş dayanmayaq. Tərəvəzlərimizi artıq doğramağa başlayaq. Bunun üçün də 1 ədəd soğan, 2 ədəd kabaçok, 2 ədəd kök və 1 ədəd kartofu. Əslində istədiyiniz şəkildə doğraya bilərsiniz bunları. 1-2 diş də sarımsaq, 2-3 diş sarımsaq. Bu şəkildə bunları doğrayırıq. Soğanımızı, sarımsağımızı doğradıq. Belə bir qab götürürük və toyuğu buradan hələlik çıxardırıq. Görürsünüz, hər iki tərəfdən çox gözəl qızardı, amma içi hələ bişməyib. Bunu qoyuruq kənarda, eyni yağın içinə göndəririk tərəvəzimizi. Ərzaqlarımız burada dursun, biz digər tərəvəzləri də doğrayaq. Kökü də göndəririk bu tərəvəzlərin yanına. Yavaş-yavaş burada həm möhürlənsin, həm ləzzətləri bir-birinə qarışsın. Çox gözəl görsənir. Burada yarım stəkan bu cür bir lapamız var. Yəni yulaf lapasıdır bu. Yulaf toxumlarıdır. Bunu da əlavə edirik. Bunlar da qovrulsun. Həm şorbamızın zulalı olsun, həm də ki faydalı, ləzzətli olsun. Qaldı kartofumuz. Kartofu da eyni qaydada doğrayırıq. Gözəlliyə baxın. Artıq tərəvəzlərimiz qovrulur. Biraz ocağın altını açaq. Daha sərt bir alovda tərəvəzlərimiz möhürlənsin. Yavaş-yavaş suyunu çıxarmağa başlasın. Bunun üçün də nə etmək lazımdır? Əlbəttə ki, duzunu vurmaq lazımdır.
İndi nə edirik? Az öncə möhürlədiyimiz toyuqları göndəririk tavaya. Və üzərinə gələcək şəkildə su əlavə edirik. Burada toyuğu da bişəcək, tərəvəzlər də bişəcək. Daha sonra biz toyuğu çıxardacağıq, ayrıca servis eləyəcəyik. Tərəvəzləri də bütün birlikdə blenderdən çəkəcəyik. Buna qədər də vamalovu alırıq. Əlbəttə ki, yavaş-yavaş köpündə yığacağıq. Vamalovda deyəndə ki, orta alovda yavaş-yavaş şorbamız burada bişsin. Biz də neyniyik? Boş dayanmayaq. Xəmirimiz artıq bir vur mayalandı. Bunu neynirik? Havasını çıxardırıq. Daha sonra sini mayasına qoyuruq ki, sində mayalansın. Gündə halına salırıq. Bunun üçün də strecini açaq. Mayanın gözəlliyinə baxın. Yəni bu həqiqətən gözəl mayanın əlamətidir ki, dartınır, xəmirimiz gözəl mayalanıb. Xəmirimizi kündələrə bölürük, belə bir qab götürürük. Altı ədəd çox gözəl kündə alındı. Bu kündələri şəkilləndirdik, kündə halına saldıq. Yenə də üzərini streçlə bağlayıb isti yerə qoyacağam. Artıq toyuq şorbamız dəmlənir. Sıra gəldi çatdı əsas yeməyimizə və əlbəttə ki, sırada qəlyanaltı da var. İsti qəlyanaltı, onun xəmirini hazırladım, qoydum isti yerə, orada mayalansın. Mən də neyniyim? Artıq tavam hazırdır. Marinatda hazırladığım toyuqları bişirməyə başlayaq. Biraz bol bitki yağı, biraz da kərə yağı. Yenə də eyni yöntəmlə, şorba hazırladığımız yöntəmlə bişirəcəyik bunu. Toyuqlarımızı, marinat etdiyimiz toyuqları burada möhürləyirik. Hazırladığım marinatın elə bir gözəl dadı təmi var ki, yəni qoxusu hətta qoxusundan anlamaq olur. Yəni çox gözəl qoxusu var. Bunu da neynirik? Yaxşıca hər iki tərəfi qızarana qədər möhürləyirik. Artıq vaxt gəldi, çatdı. Görürsünüz, hər iki tərəfdən toyuğumuzu möhürləyək. Toyuğumuz burada möhürlənənə qədər qabımız burada qalsın. Biz bir ədəd soğan doğramaq lazımdır. Düyünü, şəhriyəni eyni qabın içində eləyəcəyik. Əla, tam istədiyim kimi oldu. Görürsünüz, hətta çevirirəm. Artıq toyuq parçalanmağa başlayıb, amma tam hazır deyil. Bu toyuğun pambıq kimi olmasına dəlalətdir. Bunu neynirik? Soğançanı birbaşa göndəririk tavamıza. Eyni tavaya şəhriyəni də əlavə edirik. Yavaş-yavaş burada qovururuq. Hazırladığımız bu marinatın əslində dadı çox gözəldir. Yəni bunu da belə deyim də
ədviyyatlarla birlikdə bu cür suyu tökərək tavanın dibindən qoparırıq, yəni əslində qazmağıdır da bu. Bunun içində yaxşıca qovururuq. Əla. Biraz bunu bağlamaq üçün və ləzzət vermək üçün əlbəttə ki, biraz da kərə yağına istifadə edəcəm indi. Bunu da qatmanın tam vaxtıdır. Çox gözəl bir rəng alındı, çox gözəl bir görüntüdür. İndi sıra gəldi, çatdı. Islatdığımız düyünü süzüb ora əlavə eləməyə. Düyünün tamamını əlavə edirik qabımıza. Qeyd etdiyim kimi burada 2 stəkan yumru düyü var. Yəni basmati düyüsü deyil, xaşimi düyüsü deyil. Sadəcə olaraq burada tanınan baldo, osmancıq düyüsündən də istifadə edə bilərsiniz. Yuvarlaq bizim alışdığımız süt aşı düyüsüdür. Rəngə baxın. Əla. Tam istədiyim kimi oldu. Bunu biraz qovururuq ki, içindəki olan həm şəhriyə, həm soğan, həm də ki düyü suyu çəkilsin, biraz tavaya yapışmaq kimi bir kıvama gəlsin. Yəni o dərəcəyə gəlsin. Düyümüzü tam görürsünüz, artıq yavaş-yavaş tavaya yapışmaq istəyir. Tam da bu məqamda vama alova alırıq və 2 stəkan düyüyə 3 stəkan qaynar su əlavə edirik. Diqqətli olun, əlinizi yandırmayın. Əlbəttə ki, duzunu, istiyotunu zövqə görə vura bilərsiniz. Yaxşıca düyünü yayırıq, hər bir tavaya düzgün yayılsın. İftara çox gözəl bir tərəvəzi bol, vitamini bol yeməyi hazırlayırıq. İndi nə edirik? Hazırladığımız toyuqları bu şəkildə üzərinə qoyuruq. Üzərini bağlayırıq, qoyuruq dəmlənsin. Əsas yeməyimiz də hazırdır. Sıra gəldi, çatdı bağlı pizzaya. Başlayaq. Xəmirin gözəlliyinə baxın. Tam istədiyim kimi mayalandı. Vay, 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 vay. Bunu hətta əllə açmaq olar. Düzgün əgər xəmir mayalandısa, görürsünüz, yumuşacıq. Tam istədiyim kıvamda deyirlər. Bu cür bir xəmir. Bunu nə edirik? Bu cür əlimizdən açırıq. Heç mərdanəyə belə ehtiyac yoxdur. Əlbəttə ki, biz alışmışıq sadə unda açmağa, yəni evdə, çünki heç kəsin evində manna unu yoxdur. Yəni bizdə çox tapılmayan bir şeydir əslində, amma mannanın yarmasından un hazırlayırlar, bilirsiniz, və pizzaya əslində o undan istifadə edirlər. Artıq pizzamız yayıldı, incə hazır. Çox böyük etməyəcəm. 500 qramlıq biz undan hazırladıq və belə bir sousum artıq öncədən hazırlamışdım. İçinə mütləq kək otu əlavə elədim. İki çeşit pendirdən istifadə edəcəm. Bilirsiniz ki, cheddar pendirini sevirəm. Həm mozzarella, həm də cheddar pendirindən. Bunu nə edirik? Bu cür bağlayırıq. Çəkirik qırağa və ikinci kündəmizi də eyni qaydada taxta üzərində açırıq, düzəldirik və yenə də eyni qaydada yayırıq. Yenə də bol sousdan. İçliyi əslində fərqli düzəldə bilərsiniz. Bu tamamilə sizin zövqünüzə bağlıdır, sizin
damaq dadınıza bağlıdır. İstəsəz içinə kalbasa da eləyə bilərsiniz, sosis də eləyə bilərsiniz. Mən sadə elədim. Parlar şəfəqlərində bir xəzinə ateşin var, odun var sənin. Ey vətən, Çox az zeytun yağını da yazdıra bilərik üzərinə. hər zaman bu yer üzündə sən ünvanım, sən mənim varlığım, ürəyim, canım, min yaşa oxlar diyarı. Üçüncüsünü də bu cür yanına qoyaq. Məncə hətta bu cür eləyək ki, buraya yerləşsin. Ey vətən, ey duyğum, ey həyəcanım. Bu gözəlliyi sinini çıxardıram, göndərirəm sobaya. 270, əlbəttə ki, sobaya görə dəyişir bu. 270 dərəcə mənim sobam isindi. Sinini də öncədən sobaya qoymuşduq. Yəni bu da önəmlidir. Diqqətli olaq, özümüzü yandırmayaq. Birbaşa bu gözəllikləri evdə etdiyiniz zaman diqqətli olun əlbəttə ki, yardım istəyin. Biraz düzəldək ki, görünüşü gözəl olsun da bu gözəlliyi göndərirəm. Eyni isinmiş sobaya. Boş seriya 8 sobalarıyla istənilən təamı rahatlıqla hazırlayın. Avtopilot 10 ilə təcil edilmiş bu sobalardan əvvəlcədən təyin edilmiş hazır bişirmə proqramları sizi əsl şefə çevirəcək. İngredientləri hazırladıqdan sonra o müvafiq proqramlardan birini seçin və yeməyin çəkisini əlavə edin. Boş sobası avtomatik olaraq geri qalan hər şeyi müəyyən etsin. Sizə isə sobadan hazır yeməyi çıxarmaq qalsın. Boş sobalarını elə indi boşhome.com ad saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Sonuncu pizzamızı da hazır elədik. Pizza biraz qəribə gələr. Bağlı pizza da əlbəttə ki. Hər bir şeyimiz demək olar ki hazırdır. Bunu da qızardaq. Şorbamızı da blenderdan keçirdik. Yavaş-yavaş süfrəmizi düzək. Yadındamı ötən günlər, qəm çoxalır, ömr azabı üstümüzdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Verilişin sponsoru Coca-Cola. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvləri iftar süfrəsi arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Cola'dır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilir. Ramazanda iftar süfrələrimizin qonağı olub. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Əziz dostlar, artıq gəldik bugünkü verilişimizin sonuna. Gördüyünüz kimi çox gözəl təamlar hazırladım. Tam da iftar süfrəsinə uyğun. Gördüyünüz kimi aşdı, toyuqludur.
üzəri o qədər gözəl qızarıb ki, tam kabablıq, iftara uyğun. Şorbamız da elə toyuq şorbasıdır. Həm tərəvəzi bol, vitamini bol və əlbəttə ki, xüsusi bir qapalı pitsa hazırladım. Hazırlaması əslində çox asandır və çox da ləzzətlidir. Əminəm ki, kiçikdən böyüyədək hər kəs bəyənəcək. Və xüsusən də şirniyyat yenə də hazırlamağı çox asandır, amma o qədər ləzzətlidir ki, əminəm ki, xüsusən də iftar süfrəsində bəyənəcəksiniz. Ümidvaram ki, hazırladığım bu təamlar sizin üçün də bir təkan olur ki, siz də axşam iftara sevdiklərinizə ləzzətli yeməklər hazırlayasınız və birlikdə masa arxasında paylaşasınız. Uca Allah bu Ramazan ayında hamımız üçün bağışlama bol, xeyir və bərəkət nəsib eləsin. Gələn həftəyədək sizlərlə sağollaşıram. Dəyərli tamaşaçılar, həftəyə mənim mətbəximdə görüşmək diləyilə salamat qalın. Allahın ruzusu, bərəkəti üzərinizə olsun. Yadındamı öten günler, hem çoxalır hem azalır yüzümüzde, alnımızda o illerden izler kalır. Gələsizim keçənləri ya da salaq dönə-dönə ötən günə gün çatarmı calasan da günü günə. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.